Uşaqlar, yenə suala baxaq. 22-ci sualda deyir ki, nisbəti 25-in 16-yadır. 25, 16. İki müsbət ədədin ədədi ortasının həndəsi ortasına nisbətini tapın. Ədədi orta nə idi? Misal üçün, 2 ədəd verilibsə, bunların ədədi ortası nəyə bərabərdir? Cəminin yarısına. Bəs həndəsi orta nə idi? 2 ədədin hasilinin kök altda misli. Dərəcəsində qüvvətə yazırıq. Əgər 25 ilə 16 verilibsə, bunların ədədi ortası nə olacaq? 25 plus 16 bölünsün 2. Bu bizə nə verir? Deməli, 41 bölünsün 2. Bəs həndəsi ortası nə verəcək? 25 vurulsun 16. Kök altda təbii ki. Bu bizə verəcək 20-ni. Bizdən bunların nisbətini soruşur. Yəni, 41 bölü 2-nin 20-yə nisbəti. Bu bizə nə verəcək? Bunlar ixtisar aparmıram. Deməli, 41 bölü 2 vurulsun 20-də 1. Bu da eləyər 40-da 41. Düzgün cavab Y bəndi.